Həzrət Peyğəmbərin əmsi oğlu Fəzl ibn Abbas deyir: Bir gün atam Abbas ibn Əbdülmütəllibdən soruşdum. Həzrət Rəsulullah oğulları arasında ən çox kimi sevirdi? Atam cavab verdi: Hamıdan çox Əli ibn Əbi Talibi sevirdi. Mən atamdan yenidən soruşdum. Səndən oğulları arasında kimi daha çox sevdiyini soruşuram. Atam cavab verdi: Əli Peyğəmbərə hər kəsdən daha əziz idi və hər kəsdən daha çox Həzrət Rəsulullah Əlini sevərdi. Həzrət Rəsulullah Əliyə ata oğluna bağlı olan kimi bağlı idi. Əli də Həzrət Rəsulullaha bir oğul atasına necə itaət etməlidirsə, o cür itaət edirdi. Həzrət Əlinin şəhnində gələn bu maraqlı rəvayət İbn Əbil Hədid Şərh-ü Nəhcül Bəlağə 13-cü cild səhifə 200-də gəlmişdir.